Salam uşaqlar, bu günləri doymamış karbohidrogenlərdən alkenlər sinifini öyrənirik. Demək, ümumi formulu CnH2-dir və bunlarda en böyük bərabərdir 2 olur. Yəni ilk nümayəndəsinin 2 karbon atomu var və ilk nümayəndəsi etilen adlanır və yaxud da buna eten də deyirik. Və bunların 2 dənə karbon atomu sp2 birləşmə vəziyyətindədir və ona görə də alkenlərdə bir dənə 2 qat rabitə var. Yəni molekulunda 1-2 qat rabitə olduğuna görə 2 qat rabitəndə demişdik, biri sigma, biri pidir. Yəni molekulunda alkenlərdən bir dənə pi rabitəsi olur. Sonra baxaq, karbon sigma bunlarda n-1-ə bərabərdir. Yəni bu düsturlarımızı test işləmək üçün öyrənək. Karbon hidrogen sigma isə 2n-ə bərabərdir. Ümumi sigma 3n-1-dir. Emerləri 14n-dir. Dediyimizə görə, demək, bayaq dedik 2 karbon atomu sp2 birləşmə vəziyyətində olduğu üçün hibrid orbitalı 4n-2-yə bərabərdir. Çünki uşaqlar sp2 birləşməsində bunların hərəsinin bir dənə nəyi var? Qeyri-hibrid orbitalı var. Ona görə də ümumi karbon atomlarının hibrid orbitalı nəyə bərabərdir? 4n-2-yə bərabərdir. Və qeyri-hibrid orbitalları nəyə bərabərdir? Qeyri-hibrid orbitalları demişdik ki, hidrogenin sayıdır və hər karbonun da bir dənə qeyri-hibrid orbitalı, ona görə 2n+2-yə bərabərdir qeyri-hibrid orbitalları. Neytronlarının sayı 6n-dir, protonların sayı 8n-dir. Poler kovalent rabitələrin elə hidrogenin sayıdır 2n-dir və ümumi atom sayı 3n-ə bərabərdir və karbon-karbon arasında ümumi rabitə uşaqlar. Bunlarda karbon-karbon arasında sigma rabitə n-1-ə bərabərdir. Ancaq bir dənə də pi var axı. Onu da üstünə gəlsək, ona görə karbon-karbon arasında ümumi rabitə nəyə bərabər olacaq? N-ə bərabər olacaq. Və yaxud da bunu testdə bizə deyə bilər ki, qeyri poler kovalent rabitələrinin sayı, yəni o da nəyə bərabərdir? Yəni o da karbon-karbon arasında yaranır da. Qeyri-poler kovalent rabitə, o da yəni nəyə bərabərdir? N-ə bərabər olacaq. Sonra baxırıq adlandırılmasına. Demək, bunların adlandırılması, səmərəli adlandırılması var. Birinci baxırıq səmərəli adlandırma etilenin törəməsi kimi baxılır. Etilen, bunlar da uşaqlar ilk nümayəndəsi etilen olduğuna görə bu alkenlərə bəzən etilen sırası karbohidrogenlərdə deyilir. Yəni ilk nümayəndəsinin adına görə karbohidrogenlərdə bu cür adlanma da var. Demək, etilenin törəməsi kimi baxılır dedik səmərəli adlanmada. Gəlin görək necə adlandırırıq etilenin törəməsi kimi baxdıqda. Demək, bunları biz səmərəli adlandıranda uşaqlar, burada etilen kimi hansı karbonlar arasında 2 qat rabitə var. Demək, o bizim etilenimiz olur və bu hissədə isə radikallarımıza baxır. Məsəl üçün, burada birinci misalda bir dənə metil radikalımız var və bu hissə bizə nədir? Bu hissə etilen olan hissədir və deyirik ki, metil etilen. İkinci nümunəmizə baxsaq, ikinci nümunəmizdə yenə burada 2 qat rabitə ilə bir-birinə əlaqələnmiş karbonlar bu etilen hissədir və burada 2 dənə metil radikalımız var və metil radikalsı simmetrik, yəni hər biri demək, biri bu karbon atomuna, biri isə digər demək, karbon atomuna birləşib, yəni bir-birinə simmetrik vəziyyətdə yerləşdiyi üçün, yəni bu vəziyyətdə olanda biz buna deyirik ki, simmetrik dimetil etilen. İndi qeyri-simmetrik olanda necə olar? Olur, aşağıdakı nümunəmizdə baxaq. Məsəl üçün, əgər bu metil radikalı ikisi də eyni karbon atomuna birləşibsə, məsəl üçün, bu da dimetil etilendir. Sadəcə olaraq qeyri-simmetrik dimetil etilen adlanır. Məsəl üçün, o birisi nümunəmizə baxsaq, bir metil, bir etil radikalımız var. Əvvəlcə kiçik radikalın adını çəkirik, metil, etil, etilen şəklində adlandırırıq. Tarixi adlanmasında bunlarda etilen, propilen kimi tarixi adlanması var. Beynəlxalq adlandıranda necə adlandırırıq? Yenə bütün karbohidrogenlər kimi uzun zəncir tapılır və burada nömrələmə 2 qat rabitə hansı tərəfdən yaxındır, o tərəfdən nömrələnir. Məsəl üçün, buradan baxsaq, görərik ki, 2 qat rabitə ikinci karbona düşür. Bax, ancaq burada sol tərəfdən nömrələsək 1, 2, 3-cü karbona düşür. Ona görə də biz bunu hansı tərəfdən nömrələyirik? Sağ tərəfdən 2 qat rabitə yaxın olduğuna görə sağ tərəfdən nömrələyirik. Bu nümunəmizdə 4-cü karbonumuzda bir dənə metil radikalımız var. Əvvəlcə radikalın adını çəkirik. 4 metil. Uzun zəncirimizdə 5 karbon var. 5 karbon pentana uyğundur. Pentanın axırındakı an şəkilçisini N şəkilçisi ilə əvəz edirik. Ona görə deyirik 4 metil penten. Axırda dediyimiz bu 2 isə 2 qat rabitənin ikinci karbonda olduğunu göstərir. Və ən axırda 2 qat rabitənin yerləşdiyi karbonun nömrəsini deyirik yəni.
Sonra alkenlərin izomerliyinə baxaq uşaqlar. Bunlarda quruluş izomeri var. Karbon zəncirinin quruluşuna görə birincidə görürük ki, karbon zənciri ardıcıl şəkildə düzülüb, ancaq ikincidə nə edib? Şaxələnibdir. Yəni hər ikisinin 2 qat rabitəsi birinci karbondadır, ancaq ikinci demək alkində artıq karbonun nə edib? Şaxələnib. Demək birincini adlandırırıq 1 metil buten, ikincini adlandırırıq 1 metil buten yox, buten daha doğrusu buten adlandırırıq. İkincisini adlandırırıq 2 metil propen, 2 metil propen. Yəni bu şəkildə nə edirik? Adlandırırıq. Sonra baxırıq bunlarda vəziyyət izomerliyi var. Vəziyyət izomerliyi bunlarda 2 qat rabitənin vəziyyətinə görədir. 2 qat rabitənin vəziyyətinə görə burada baxırıq, bax butendən başlayır. 2 qat rabitənin vəziyyətinə görə izomerlik. Burada baxırıq ki, bax karbon 2 qat rabitə birinci karbondadır. Burada isə ikinci karbondadır. Demək bunu adlandırırıq buten 1, bu isə necə adlanır? Buten 2 adlanır. Sinflərarası izomerlik sikl alkanlarda olduğu kimi sikl alkanlarla əmələ gətirir. Sikl alkanlarda da biz bunu demişdik və propenden başlayır. Propen, siklopropan. Fəza izomerliyi isə bunlarda uşaqlar, əgər 2 qat rabitə birinci karbonda deyilsə, bu fəza izomerliyi əmələ gətirir. Məsəl üçün, bax, burada baxırıq ki, 2 qat rabitəsi buten 1-də birinci karbondadır. Bu fəza izomerliyi əmələ gətirmir. Ancaq buten 2 fəza izomerliyi əmələ gətirir. Və fəza izomerliyi də özü cis-trans izomeri olaraq demək 2 cür olur. Əgər eyni tərəfdə eyni adlı radikallardırsa, məsəl üçün hər ikisi hidrogendirsə, buna deyirik cis izomeri. Yox, eyni tərəfdə müxtəlif radikallarsa, bu isə necə adlanır? Adlanır trans izomerliyi. Sonra alınmasına baxaq. Sənayedə bunları nədən alırıq? Alkanların dehidrogenləşməsindən və ya krekingindən alırıq. Biz bunu alkanlar mövzusunda da demişdik. Demək, kreking zamanı bu zamanlar makromolekulu alkanlar mikromolekulu demək doymuş və doymamış karbohidrogenlərə nə edirdi? Parçalanır. Məsəl üçün burada da bir doymuş, bir doymamış karbohidrogen alınıb. Sonra alkanların dehidrogenləşməsindən alkenlər alınır. Burada məsəl üçün metanın 550-600 dərəcədə dehidrogenləşməsindən alınır nə? Etilin. Sonra baxaq laboratoriyada alınması. Doymuş bir atomlu spirtlərin dehidratlaşmasından, yəni dehidratlaşma suyun ayrılması deməkdir, spirtdən suyun ayrılması. Demək, bu zamanları temperatur mütləq 140 dərəcədən yuxarı olmalıdır və katalizator kimi sulfat turşusundan istifadə edirik və demək, bu zamanları alınır alken və nə çıxacaq? 1 molda su çıxacaq. Burada nəyə fikir verir uşaqlar? Burada spirtlərin emerin də spirtlər bölməsində öyrənəcəksiniz. 14N plus 18-ə bərabərdir. Burada görürük alken alındı. Bir dənə 14N-də alkeni də yuxarıda öyrəndiyimiz kimi emeri və 1 mol su da kütləsi nəyə bərabərdir? 18 qram suya bərabərdir. Yəni 1 mol spirtin dehidratlaşması zamanı 18 qram su ayrılır. Məsələ həllər üçün bunu yadımızda saxlamalıyıq. Sonra alkanların monohalogenli törəmələrinin qələvinin suda məhlulu ilə yox, spirtdə məhlulu ilə. Bunu xüsusi yadımızda saxlayırıq uşaqlar. Demək, alkanların monohalogenli törəməsinin qələvinin spirtdə məhlulu ilə təsir etdikdə alken alınacaq. Ancaq suda məhlulu olduqda gələcək dərslərimizdə öyrənəcəyik. Artıq orada başqa məhsul çıxır. Ona görə də bunu xüsusilə yadımızda saxlamaq lazımdır. Sonra alkanların dihalogenli törəmələrinə sink metalı ilə təsir etməkdir. Və burada bir şey yadımızda saxlayırıq ki, halogenlər qonşu karbon atomunda olmalıdır və bu zamanları demək, burada halogenlər sink metalı ilə birləşib sink klorid əmələ gətirir və radikallar, açıq qalan radikallar da bir-biri ilə birləşib nəyə əmələ gətirir? 2 qat rabitəni əmələ gətirir. Bax, burada da yenə başqa bir nümunədir. Yəni, burada birinci, ikinci karbonlardadır halogenlər və 2 qat rabitədə birinci karbonda ilə əmələ gəlir. Sonra burada bir Zaytsev qaydası var, onu qeyd eləmək istəyirəm uşaqlar. Zaytsev qaydasına görə deyir ki, həmin bu spirtlər dehidratlaşan zaman hidrogen deyir, hidrogeni az olan karbondan çıxır. İndi burada nümunə üzərində baxaq. Tutaq ki, bizə verilib, məsəl üçün bu spirt verilib və biz bunu bu dehidratlaşıb alken alınmalıdır. Demək, bu zamanları OH buradan çıxanda, uşaqlar, buradan su çıxmalıdır da OH, bir də H, o bir karbondan da H çıxmalıdır. Bax, OH bu karbonda olan OH çıxanda H demək hidrogen az olan. Bax, burada 2 dənə hidrogeni var, burada 3 dənə hidrogeni var. Demək, hidrogen buradan çıxacaq. Demək, buradan OH çıxacaq, buradan da hidrogen çıxacaq. Ona görə 2 qat rabitə harada yaranacaq? İkinci karbon atomunda. Sonra növbəti nümunəmizə baxırıq.
Bax, buradan OH çıxanda bunun 2 dənə hidrogeni var, bunun isə 1 dənə hidrogeni var. Ona görə də 2 qat rabitə harda yaranır? Burada yaranır və nə edir? 1 molda su çıxır. Yəni ki, Zayev qaydasına görə dehidratlaşma zamanı hidrogen atomu az olan karbondan çıxacaq. Fiziki xassələrinə baxaq. Bunların karbon atomunun sayı 2-dən 4-ə qədər qazdır, 5-dən 18-ə qədər mayedir, 19-dan isə nədir? Bərikdir. Suda həll olmurlar, sudan yüngüldürlər. Emerlər artdıqca sıxlıqları, qaynama temperaturları, izomerlərinin sayı artır. Karbonun hidrogeni isə kütlə payı neynəmir? Dəyişmir. Kimyəvi xassələrinə baxaq. Demək, hələ bayaq yuxarıda dedik ki, bunların molekulunda nə var? Bir pi rabitəsi var. Demək, bir pi rabitəsi olduğu üçün bunlarda birləşmə reaksiyası xarakterik olacaq bunlar üçün və burada bir şey yadınızda saxlayın uşaqlar. Alkenlərdə neçə dənə pi rabitəsi varsa, o qədər mol özünə nə birləşdirə biləcək? Hidrogen, halogen, su, H-xlor birləşdirə biləcək. Yəni bu növbəti demək karbohidrogenlərdə də məsələn 2 pi rabitəsi olan olacaq, 3 pi rabitəsi olan olacaq. Orada da biz bunu 3 mol deyəcəyik. Məsələn, əgər 3 pi rabitəsi varsa, 2 pi rabitəsi varsa 2 mol deyəcəyik. Bunlarda 1 pi rabitəsi olduğu üçün özlərinə hidrogendir, halogendir, sudur, H-xlordur. Ondan neçə mol birləşdirə bilir? 1 mol birləşdirə bilir. Və indi buradan birləşmə reaksiyasında əgər bu özünə hidrogen birləşdirəndə uşaqlar ümumiyyətlə istəyir hidrogen birləşdirsin, halogen, H-xlor, su birləşdirsin. Bunlarda karbon atomu hamısında sp2 vəziyyətdən sp3 vəziyyətinə keçir. Bax, görürsünüz, doymamışdan keçir nə? Doymuş karbohidrogenə. Burada da məsəl üçün doymuş karbohidrogenin halogenli törəməsinə keçir. Burada isə artıq nə edir? Spirt alınır. Demək, nə alınır? Etil spirti. Sonra indi burada növbəti bir qaydamıza baxaq uşaqlar. Bu isə Markovnikov qaydasıdır. Demək, Markovnikov qaydasında alkinlər özünə su və yaxud da H-xlor birləşdirəndə bu zamanları demək, bax, bu nümunəmizdə baxırıq. Bax, burada H-xlor birləşdirir özünə alkin. Demək, H-xlor birləşən zaman Markovnikov qaydasına görə hidrogen atomu çox olan karbona birləşəcək. Halogen isə hidrogen atomu az olan karbona birləşəcək. Və burada bir şey yadınızda saxlayın ki, birləşmə yalnız 2 qat rabitə olan yerdən gedir. Məsəl üçün, bu doymuş radikaldır. Burada birləşmə baş verə bilməz. Bax, indi və ona görə də bax, burada hidrogen gəldi, bura birləşdi. 2 hidrogeni vardı. Oldu neçə hidrogen? 3 hidrogeni və ikinci karbona isə nə birləşdi? Halogen birləşdi. Oldu 2 xlor propan. İndi su birləşəndə yenə həmçinin eyni qayda ilə hidrogeni çox olanla birləşəcək. Ona görə oldu nə? CH3. OH qrupu da hidrogen az ola birləşəcək. Ona görə alındı nə? Propanol 2, yəni spirt alındı burada. İndi burada bir şey qeyd eləmək istəyirəm. Bunu spirtlər bölməsinə daha ətraflı öyrənəcəksiniz. Bir dənə yalnız etilenin hidratlaşması zamanı birli spirt alınır. Birli spirt nədir uşaqlar? OH-ın birləşdiyi karbon bir dənə karbona birləşirsə, bu olacaq birli spirt. Ancaq qalan alkenlərin hamısının hidratlaşmasına ikili spirt alınır. İkili və ya üçlü alına bilər, yəni birli alınmır. Məsəl üçün, burada ikili spirt alınıb. Məsələn, bax, burada görürsünüz, OH-ın birləşdiyi karbon, bax, bu karbon da OH-ın birləşdiyi karbon neçə dənə karbona birləşib? 2 dənə karbona birləşib. Ona görə biz buna deyəcəyik ikili spirt. İndi bir spirtlər bölməsində bu haqda daha geniş öyrənəcək. Bir dənə üçlü spirt haqqında da deyim, yəni elə demişkən. Demək, məsəl üçün, tutaq ki, OH-ın birləşdiyi karbon 3 dənə karbona birləşib. Bax, bu OH-ın birləşdiyi karbonda OH-ımız budur. Demək, bax, bu 3 dənə karbona birləşibsə, biz bunu spirtlər bölməsinə deyəcəyik. Bu nədir? Üçlü spirtdir. Aydındır? Bax, belə. Sonra gəlirik. Burada bir yadda saxlamamız var. Görək bu nədən bəhs eləyir. Demək, yuxarıdakı qaydada uşaqlar. Demək, 2 qat rabitəsində, bax, bu 2 qat rabitə yaranan yerdə görürük hidrogenləri fərqlidir. Məsəl üçün, burada Markovnikov qaydası ödənir. Yəni, Markovnikov qaydası üzrə gedir birləşmə. Ancaq bəzi karbohidrogenlər, yəni alkenlər var ki, onlarda hidrogen atomunun sayı bərabərdir. Məsəl üçün, etilendir. Bax, burada da 2 hidrogen var, burada da 2 hidrogen var. Məsəl üçün, buten 2-də. Burada da 1 hidrogen var, burada da 1 hidrogen var. Bunlarda hidrogen sayıları bərabər olduğu üçün uşaqlar, bunlar birləşmə reaksiyasına girdikdə Markovnikov qaydası ödənmir. Yəni, aydın məsələdir ki, H-xlorla, HOH-la, yəni su ilə birləşəndən demək deyirik. Yəni, bu burada yuxarıda necə ki,
deyirik ki, hidrogen hidrogenə çox olana, halogen hidrogen az olana birləşir. Yəni bu hidrogenlər sayı bərabər olan yerdə isə bu qayda neynəmir? Ödənmir. Sonra alkenlər su ilə birləşdikdə bunu dedik, bayaqları yalnız etilendən birli spirt alınır, qalanından ikili üçlü spirt alınır. Sonra gəlir oksidləşmə reaksiyalarına. Oksidləşmə reaksiyası bunlarda uşaqlar doymamış karbohidrogenlərdə indi öyrənəcək ki, bunların demək təyini reaksiyası bunlar üçün kalium permanganatın suda məhlulun rəngsizləşdirilməsi reaksiyasıdır. Alkenlər kalium permanganatın suda məhlulun rəngsizləşdirəndə onlardan 2 atomlu spirt alınır. 2 atomlu spirt, yəni 2 dənə OH olan spirtdir. Etilenin demək bax burada etil nümunəmizdə etilendir. Etilenin kalium permanganatın suda məhlulunda oksidləşmə reaksiyası zamanı bu zaman 2 atomlu spirt olan etilen glikol alınır. Və reaksiyanı biz qısa şəkildə yazsaq uşaqlar, bu zamanlar oksidləşməni belə böyük bir mötərizədə yazırıq və oxun üzərində kalium, manqan, O4 yazılır və reaksiya nəticəsində nə alınır? Etilen glikol alınır. Yəni yuxarıdakı reaksiyanın qısa şəklidir. Sonra üçüncü reaksiyamıza baxaq. Burada da oksidləşmə reaksiyasına gedib. Oksidləşmə reaksiyası zamanı etilen üçün, demək, əgər katalizator kimi gümüş götürülsə, bu zamanlar epoksid alınır. Sonra etilenin yenə oksidləşməsi zamanı katalizator kimi dəmir, mis götürülsə, bu zamanlar isə nə alınır? Sirkə aldehidi və yaxud da ki, beynəlxalq adı bunun nədir? Etanol. Yanma tənliyinə baxırıq. Sikloalkanlarla eynidir, çünki sinflərarası izomerli əmələ gətirilir. CnH2n+, 3n bölünsün 2O2, M mol CO2, M mol nə? H2O alınır. Sonra bunlar uşaqlar doymamış karbohidrogenlər üçün bir də demək, ümumi olan reaksiya nədir? Bunlar polimerləşmə reaksiyasına daxil olurlar. Demək, polimerləşmə nə deməkdir? Bir karbohidrogen radikalının dəfələrlə təkrarlanmasıdır polimerləşmə. Bu zamanları götürdüyümüz ki, hansı karbohidrogendir? Məsəl üçün, bax, burada etilen götürülmüşük. Bu monomer adlanır. Yəni, götürdüyümüz ilk nümunə monomer adlanır və onun dəfələrlə təkrarlanması isə nədir? Polimer adlanır. Məsəl üçün, bizim burada monomerimiz nədir? Etilendir. Polimerləşib nə əmələ gətirib? Polietilen əmələ gətirib. Və burada yazdığımız bu N isə bunun polimerləşmə dərəcəsidir. Yəni, neçə dəfə o polimer təkrarlanıb? 50 dəfə mi təkrarlanıb? 100 dəfə mi təkrarlanıb? Yəni, N polimerləşmə dərəcəsi adlanır. Burada bir şey diqqət yetirin uşaqlarım. Etilen polimerləşəndə karbon atomu sp2 vəziyyətinə sp3 vəziyyətinə keçir. Həmçinin propilenda da elədir. Propilen də polimerləşəndə burada polimerləşməmişdən qabaq bir dənə karbon sp3 vəziyyətindədir. Artıq polipropilen əmələ gələndə, yəni polimerləşəndə isə 3 karbonun 3-ü də sp2 vəziyyətindən sp3 hibridləşmə vəziyyətinə keçir. Sonra burada kalium permanganatın suda məhlulunu və yaxud da bromlu suyu rəngsizləşdirmək uşaqlar doymamış karbohidrogenlər üçün və yaxud da alkenlər üçün təyini reaksiyası adlanır. Yəni bu reaksiya bunların. Sonra tətbiqinə baxaq. Bunları harda tətbiq edirik? Bax, elə bu etilendən polietilen alınır. Polietilen demək çox istifadə elədiyimiz məişətdə polietilen torbalar, məsəl üçün onun alınmasında istifadə olunur. Plastik kütlələrin, boruların, şlankların, etil spirtinin alınmasında nə edilir? Etilenden istifadə edilir. Həmçinin etilendən demək meyvələrin yetişdirilməsində də istifadə olunur. Əgər etilendən bir hidrogen çıxartsaq uşaqlar, onda qalan bu radikal adlanacaq vinil radikalı. Demək, o vinil radikalına bir xlor birləşsə, həmin maddə adlanacaq vinil xlorid. Bu da polimerləşir uşaqlar. Polivinil xlorid deyilən demək, maddə polimer əmələ gətirir. Demək, bu oldu bugünkü dərsimiz. Alkenlər mövzusu dərsimiz bu qədər.